Heç olub ki, biri ilə tanış olursan, adını deyir, sən də gülümsəyib başını yelləyirsən, amma 5 saniyə sonra ad yaddan çıxır. Niyə belə olur? Çünki beynimiz adları çox abstrakt qəbul edir. Ad konkret şəkil deyil, səsdir. Beyin isə şəkilləri və hadisələri adlardan daha yaxşı yadda saxlayır. Ən maraqlısı nədir? Biz adları unutmuruq. Sadəcə beynimiz onları prioritet etmir. İlk tanışlıqda diqqətimiz daha çox insanın simasına, səsinə və davranışına yönəlir. Psixologiyada buna name blocking effekt deyilir. Hətta adı dilimin ucunda da hissi də var. Bu, beynin məlumatı tapmaqda çətinlik çəkməsidir. Yəni sən adları unutduğuna görə zəif yaddaşlı deyilsən, sadəcə beynin simaları adlardan daha vacib hesab edir. Birinin adını yadda saxlamaq istəyirsənsə, onu 3 saniyə içində özünə təkrar et və həmin insanı kiçik bir detalla əlaqələndir. Beyin bunu çox sevir.